Rafiq salam, səni idmançılarımızı tanıyaq layihəsində xoş gördük. Salam, xoş gəldik. Bizə maraqlıdır ki, Rafiq Hüseynovun günü necə başlayır? Günə başlamaq təbii ki, bir idmançı üçün əvvəlcə səhər yeməyindən başlayır, amma hər səhər biz məşqdən qabaq dostlarla burada yığılışırıq, kofe içirik və bir növ kofe ilə başlayırıq günə. Rafiq, yarışda sənə uğur gətirməsi üçün təkrarladığın bir inancın, bir vərdişin var? Bəlkə də bu çox insana maraqlı olar, heç o haqda danışmamışam. Əgər mənim görüşlərimə fikir versəniz, görərsiniz ki, time breaklərdə daim eyni dəsmal mənim yanımda olur. 2002-ci ildə əmim mənə hədiyyə elədiyi dəsmalda artıq 23 ildən çoxdur o dəsmaldan istifadə edirəm yarışlarda. Və başqa bir maraqlı faktı da deyim, yeniyetmə yaşlarımda atam mənim üçün bal, qoz və digər belə deyə qarışıqları qatışdırıb yarışdan öncə mənim üçün sehirli eliksir hazırlayardı, belə desək dizgin alınar. Əvvəllər mən buna inanırdım ki, xüsusi bir güc verir. Təbii ki, baldır, qozdur və digər tərkibində olan, mənə tərkibini demir, tərkibində olan ingrediyentlər olanda güc və enerji verir. Amma onun sehirliliyi onun tərkibində deyildi, onun sehirliliyi mənə atamın bunu hazırlamasındadır. Bəs maraqlıdır, məşqdən kənar boş vaxtlarını necə dəyərləndirirsən? Boş vaxtlarımı sevirəm keçməyə, bağda işləməklə çox vaxt. Dostlarım yaxşı bilirlər ki, mən yemək bişirməyi yaxşı bacarıram və daim dostlarımı toplayıb başıma kebab bişirməkdir, saz yeməkləridir və bu kimi yeməkləri hazırlayaraq dostlarımla birlikdə yığılmağı sevirəm. Boş vaxtlarımda uşaqlarımla birlikdə kinoteatra gedirik, müəyyən muzeylərə gedirik. Çalışıram bacardığım qədər valideyn borcumu yerinə yetirim. Həm tariximizi, həm mədəniyyətimizi uşaqlara aşılayım. Biz bilirik ki, sən demək olar həftənin hər gününü məşq edirsən. Bəlkə elə indi də məşq salona yollanaq. Gedək. Rafiq, indi özünü karyeranın hansı mərhələsində görürsən və bundan sonraki hədəflərin bizə çox maraqlıdır? Qoyduğum hədəflərin hamısına çatmışam. Həyatda ümumiyyətlə nə arzularım olubdur, hamısına çatmışam. 2 arzum qalıbdır, özümə aid olan 2 arzum qalıbdır. Onları da vurğulayaram. Amma qarşıda olan hədəflərim hal-hazırda təhsilimlə məşğulam və bildiyiniz kimi İdman Akademiyasının magistraturasında oxuyuram. O ki qaldı arzularıma, əlbəttə ki, idman sahəsində istədiyim bütün nəticələri almışam və belə deyək, bir idmançının arzulaya biləcəyi hər bir nəticəni mən əldə etmişəm. Həyatda qalan 2 arzum vardı. Gülməli olsa da həmişə dostlar bunun zarafatını edirlər məndən. Bir həyatımda qalıbdı özümə istədiyim, ən çox istədiyim maşını. Bir də həcc səfəridir, hansı ki, özümə aid olaraq istədiyim bu arzuları hələ ki yerinə yetirməmişəm. Başqa həyatımda nə arzum varsa hamısını yerinə yetirmişəm. Rafiq, bu vaxta qədər sənə verilmiş ən yaxşı məsləhət nə olub? Bu vaxta qədər ən yaxşı məsləhət, mən həmişə bunu bizdən yaşlı gənclərə də vurğulayıram. 2011-ci ildə Avropa çempionatında güləşəndə mən ard-arda 5 ağır görüş keçirmişdim final görüşünə qədər və gənc yaşlarındaydım. Bir növ final görüşünə çatanda artıq belə deyək, medal aldığıma əmin idim və həm rahatçılıq var idi, həm də böyük üzərimdə yük və yorğunluq var idi deyənə bir növ özümü daha ciddi final qarşılaşmasına hazırlaya bilmirdim. O vaxtlar yığma komandanın baş məşqçisi Fərid Mansurov idi və biz birlikdə oturduq, söhbət etdik. Fərid mənə gözəl bir məsləhət verdi. Bu görüşə finala çıxmaqla kifayətlənmə və rahatlanma. Çünki gələcəkdə elə bir şey olacaq ki, sən qızıl medalların sayını ancaq sayacaqsan və bir növ fikirləşəcəksən və heyfsilənəcəksən ki, nəyə görə mən onda daha ciddi hazırlaşıb qalib gəlmədim. Əslində bu doğrudan da çox böyük məsləhət idi mənim üçün və bütün həyatım boyu bu mənə lazım oldu və göründüyü ki, mən artıq 3 qat Avropa çempionuyam. Baxmayaraq o görüşə mən həvəssiz yanaşmışdım. Fərid müəllimin məsləhətindən sonra o görüşə tam ciddi yanaşdım və 3 qat Avropa çempionu kimi bugünkü gün idmanda öz fəaliyyətimi davam etdirirəm. Rafiq, həyatda tanış olmaq istədiyin tanınmış ulduzlardan kimlər var və sən heç onlarla tanış olmaq şansı əldə edə bilmisən? Mən Zinəddin Zidan həmişə pərəstiş etmişəm ona və Zinəddin Zidanla tanış olmaq istərdim. Baxmayaraq Paris Olimpiya oyunlarında biz onunla görüşdük, hətta mən onunla şəkil çəkdirdim. Amma daha yaxından onunla tanış olmaq qismət olmadı. Rafiq, əgər dostların səni bir sözlə ifadə etməli olsalar və ya bir ləqəblə çağırmalı olsalar, bu nə olardı? Mən bunu yaxşı bilirəm əslində. Mən özüm haqqında deməyə mənə elə gəlir düzgün alınmaz bu. Mənim hamı bilir, ən yaxın dostum Eldənizdir.
Və fikirləşirəm ki, Ellənizi çağırsam bunu desə daha yaxşı olar. Özümü tərifləməyim. Elləniz. Sual verirlər ki, mənə bir kəlmə ilə çağırmalı olsan ən yaxşı söz hansı? Bizdə yığma komandada hər kəsin bir ləqəbi var. Rafiqin də 20 ilki ləqəbi professor ləqəbidir. Hamıdan çox bilir. Həm güləşi, həm də belə həyatda. Həm də yaşda ən böyüyümüzdür. Məsləhətləşəndə gəlib bundan məsləhətləşirik. Utandım. Çox sağ ol. Rafiq playlistində son zamanlar ən çox dinlədiyin mahnı hansıdır? Onda ki, telefon gətirim görsədim də. Olar. Allah. I can feel it. Rafiq, təsəvvür et ki, bizim bu kameramız vasitəsilə bütün dünya səni izləyib, eşidə bilir. Əgər sənin belə bir şansın olsaydı, dünyaya nə demək istəyərdin? Olarsa mən bunu şeirlə deyim. Çünki bu mənim yaralı yerimdir. Mən həmişə bunu hər yerdə vurğulayıram. Məmməd Arazın 1956-cı ildə yazdığı bir şeir vardı. Mənim ən sevdiyim şeirlərdəndir. Deyir, əridib silahları biz Marten sobasında körpü yarada bildik. Yerlə Mars arasında müharibə olmasa. Yer minillik barını bircə günə yetirər, alim ay ulduzu dartıb yerə gətirər, müharibə olmasa. Əslində bunlar böyük sözlərdir. Mən istəyərəm ki, müharibə olmasın və buradan əgər mümkünsə səslənərəm bütün insanlara ki, sülh içində yaşasınlar. Ən vacibi budur, çünki heç kim bu dünyanı tutub getməyəcək. Yaxşı olar ki, sülh içində yaşayaq. Rafiq, səni idmançılarımızı tanıyaq layihəsində görmək çox xoş idi. Təşəkkür edirik vaxt ayırdığın üçün. Biz səni çox tutmayıq. Mən təşəkkür edirəm ki, belə bir böyük işlə məşğulsunuz, idmançılarımızı tanıtdırırsınız. Sizə bu işdə böyük uğurlar arzu edirəm. Təşəkkür edirəm.